Həqiqətən çox ideal, çox super. Allah hamının malına bərəkət versin. Çox gözəlli yerdədir. Dəyərli izləyicilərim, ilk öncə onu deyim ki, ev arasında, mülk arasında olan bütün bacı qardaşlarımıza Allah dəstək verir inşallah, qismət eləsin. Qarşıdan gələn yeni ilimizlə səmimi qəlbdən təbrik edirəm. Nə problemləriniz, nə dərsləriniz varsa bu köhnə ildə qalsın, yeni ilə xoş qədəmlərlə, gözəl arzularla, gözəl həyatdan inşallah hamımız içimiz qarşı davam edək. Xoş gördük sizi, dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. Deməli, dəyərli izləyicilərim, bu gördüyünüz villa Mərdəkanda, Ağ evin arxasında, qapısına kimi asfalt, 7 sotun içində şəxsi tikili, tam ideal. 220 kvadrat, içərinin ancaq tək evin. Yəni bunun çölü də var, burada yayğış mətbəxi də var, çöldə sanitar qovşağımız da var. Əlavə orada bir otağımız da var, axıra otağı da eləmək olar, sklad kimi də, depo kimi də yəni yararlıdır. Deməli, dəyərli izləyicilərim, bu evin qiyməti ilk öncə 640.000 manat idi. Elə bir endirim gəldi ki, 535.000 manat. Həqiqətən 535.000 manat. Bu fürsəti dəyərləndirin, əldən qaçırmayın, başlayaq. Həyətimizdən sonra keçək villamızın içinə. Burada dəyərli izləyicilərim, yayğış mətbəxidir. Gördüyünüz kimi, burada manqalisi, mebeli yığılıb, mətbəx mebeli, yer istif oldu. Bəla oranı göstərim, orada sanitar qoşağı da var, saxlanıc otağı da var. Maşallah olsun. 130 ya 140 kvadrat yaşıl zonası var. 7 sotun içindədir. Burada pultdan idarə olunan garajlı qapısı, 2 maşınlı qarajı, navesi. Həyətdəki belə gözəl tamet döşəmələr. Onu da vurğulayım ki, dəyərli izləyicilərimiz, bu villanın 95% materiallar, yəni yerli istehsaldır. Hamı xaricdən gəlmədi. Həqiqətən, yəni yanımızda bir anlayışı olan, prorab deyim, usta deyim, mütəxəssis də yəni gətizdirib, yoxlatdırıb bilərsiniz, baxa bilərsiniz. Burada bunun yaşıl zonası, burada ocağı, burada filtrli hovuzumuz, aşım hovuzumuz, orada şəlaləmiz. Orada balaca bir jacuzzi var. Villamızın dörd bir tərəfini keçmək üçün yeri var. Bir daha göstərim sizlərə. Həqiqətən çox idealdır. Qiymətimiz 535.000 manat endirim oldu. 640.000-dən 535.000 manat endirim. Keçək villamızın içindən sizləri mən tanış edim. Deməli, dəyərli izləyicilərim, bura hol hissəsidir, gələcəkdir. Burada sağda qardırob yerləşir. Solda da belə bir böyük güzgümüz. Başlayaq bir otaqlarımızla. Burada ev içində, əlavə villanın içində əlavə bir saxlanıc otağıdır. Paltar yuyan, maşın yanı filan, beşmişəm. Yığmaq üçün bunu çox ideal, çox gözəl fikirləşim. Burada bir otağımız, yataq otağı. Tavan hündürlüyünə baxın, maşallah olsun. Onu vurğulayım ki, burada çölədə baseyndə çıxış var. Burada bizim sanitar qovşağımız, üzr istəyirəm, sanuzel. Otağın içində, daxilində hamam otağı. Burada qardırobu. Bu bizim bir yataq otağımız. Burada ümumi bir hamam otağı. Villamızın içində. Göstərim sizə, duş kabinası, hamısı yerində. Maşallah, evin içində bir istilik var. Deməli, dəyərli izləyicilərim, bu ikinci bir yataq otağımız. Gözəlliyə baxın. Burada bu yataq otağının daxilində bir hamam otağı, duş kabinası. Həqiqətən aboylar hamısı, yəni zövqdən biri-bir yəni oxşadıblar. Bunun da daxilində qardırobu, yataq otağının
Yəni şəxsi tikilidir. Ustada gətirə bilərsiniz, yəni anlayışı olan başa çıxan, yəni baxıb özü qiymət verə bilər. Bu bizim 3-cü yataq otağımızdır, dəyərli izləyicilər. Bu da 4-cü bir yataq otağımız. Deməli 4 yataq, bir qonaq otağı. Buradan da mətbəxə yol var. O dəhlizdən də oradan da mətbəxə yol var. Gəlin buradan girək, siz göstərim. Bu bizim mətbəximiz. Mətbəx mebeli hamısı hazır. Bu da bizim qonaq otağımız. Maşallah olsun. Geniş, işıqlı, hündür. Allah hamının malına bərəkət versin. Allah alana da xeyir versin, satana da. Gəlin yerinizə halallaşın, dəyərli izləyicilər. Gəlin yerinizə halallaşın, inşallah real müştəriyə endirim edər. Ev sahibi yaxın bir qardaşımızdır. Gözəl bir izləyicimizdir. Yəni şəxsi tikilidir. Ayrıca bax, yerdəkilər hamısı miramıra baxın. Hamısı bir-biri oxşurda. Yəni qırağında, stiker, fulanı, istər aboyunda, istər patoloğunda. Hər bir şey yerli yerdə. Necə lazımdır? Yüksək materiallar, yüksək keyfiyyətdən, yəni ustalar da profesional ustalar olub. Maşallah olsun. Yəni gözəl təmirdən çıxın. Onu da vurğulayım ki, dəyərli izləyicilərimiz. Bura, bunun üstü, tavanı beton monolitdir. Onu da biləsiniz. Beton monolit. Bütün binanın üstü, dəyərli izləyicilər, beton monolit. Yerdə kəməri, kolonları, rigelləri beton monolit. Yəni şəxsi tikilidə heç bir zaman tavan beton monolit olunur. Bunu gələcəyinə kim istəyirsə inşallah ikinci mərtəbəni yəni qaldıra bilər. Bunu özü üçün ikinci mərtəbə hesablamışdır. Odur ki, ehtiyac yoxdur. Bir mərtəbə kifayət edər. Sonra nömrəmizi qeyd edək 055 284 66 60. Alımda satmaq istəsəniz bu nömrə ilə əlaqə saxlayın.